Deməli, bu günləri dövlət idarə etmə və inzibati ərazi quruluş formalarından danışacağıq. İlk öncə dövlət idarə etmə formalarına diqqət edək. Görək ki, dövlət idarə etmə formaları bölünür neçə yerə. Deməli, dövlət idarə etmə formasından əsasən biz bu günləri bilməliyik ki, iki idarə etmə forması mövcuddur. Biri respublika, digəri isə monarxiya, yoldaşlar. Bu günləri biz bilirik ki, yer kürəsində dövlətlərin sayı 230-dan artır. Və bu dövlətlərin çox hissəsi, daha dəqiq desək 5də 4-ü respublika idarə etmə quruluşuna malikdir. Deməli, respublika nə deməkdir? Respublika xalq işi, xalqın hakimiyyəti deməkdir. Respublikada yoldaşlar, qanunverici hakimiyyət seçki yolu ilə seçilir. Nə yolu ilə seçilir? Seçki yolu ilə. Hakimiyyətin mənbəyi kimdir? Hakimiyyətin mənbəyi xalqdır. Hakimiyyəti, yəni qanunverici orqanı hakimiyyətə seçən kimdir? Xalqdır. Ona görə də biz respublikanı fərqləndirərkən bilməliyik ki, respublikada hakimiyyət xalqın səs verməsi ilə nə olacaq? Təyin olunacaq. Bəli. Respublikalar bölünür iki yerə. Deməli, biz respublikanı böləcəyik prezident respublikası və parlament respublikası. Bölünəcək neçə yerə? İki yerə prezident və parlament respublikası. Deməli, yoldaşlar, məsələn, prezident respublikaya biz nümunə göstərsək, məsələn, Azərbaycan Respublikasını, Braziliyanı, Amerika Birləşmiş Ştatlarını, İranı, Pakistanı və s. nə edə bildik? Nümunə göstərə bildik. Aydındır, məsələn, Türkiyə Cümhuriyyəti nümunə göstərə bildik. Deməli, yoldaşlar, biz bilməliyik ki, burada qanunverici hakimiyyət və icraedici hakimiyyət də respublikalarda parlamentin özünə məxsus olur. Aydındır, hökumətə prezident respublikalarında kim başçılıq eləyir? Prezident özü başçılıq eləyir. Aydındır, bəli. Və prezident respublikalarında prezident geniş səlahiyyətlərə malikdir və dediyimiz kimi hökumətə başçılığı da kim eləyəcək? Prezident. Parlamentar respublikada isə, dəyərli yoldaşlar, dövlətin əsas fiquru prezident deyil, parlamentdir və hökumətə də başçılığı kim eləyir? Parlament eləyir. Parlamentar respublikalarda biz ön plana çıxan kimi görəcəyik, baş naziri görəcəyik. Parlamentə nəzarəti kim eləyəcək? Baş nazir. Və həqiqətən də hökumət görüşlərinə, dövlətlər arası münasibətlərdə, müharibə, digər iqtisadi görüşlərin hamısında parlamentar respublikalar kimlə təmsil olunacaq? Baş nazirlə təmsil olunacaq. Məsələn, biz baş nazir respublikalarına nümunə göstərəndə, məsələn, Almaniyanı, daha sonra məsələn, Böyük Britaniyanı, İsraili, Ermənistanın özünü nə edə bildik? Nümunə göstərə bildik. Baxın, məsələn, Azərbaycan Respublikası ilə Ermənistan arasında gedən bütün danışıqlarda biz nə işləyirik həmişə? Ermənistanın baş naziri Nikol Paşinyan. Aydındır. Məsələn, bəli, Almaniya Federativ Respublikasında biz deyirik ki, Almaniyada nədir? Parlament Respublika. Məsələn, Almaniyanın keçmiş baş naziri var idi, Angela Merkel. Aydındır, dəyərli yoldaşlar. Aha. Deməli, parlament respublikanda biz bildik. Məsələn, əlavə olaraq İsrail, Hindistan, bunlar da nədir? Bunlar da parlamentar respublikalardır. Bəli. Dövlətin idarə etmə quruluşunu bildik. Respublikanı bildik. Aydındır. İndi digər idarə etmə quruluşu isə hansıdır? Monarxiya, yoldaşlar. İndi biz monarxiya ilə respublikanın fərqini birinci ayırmalıyıq. Amma ilk öncə bilməliyik ki, dünyada 29-a qədər nə mövcuddur? Monarxiya. Hakimiyyət monarxa məxsusdur. Yəni, məsələn, biz tarixdən Səfəvilər dövləti keçirdik. Hakimiyyət kimə məxsus olur? Bir sülaləyə, bir nəslə. Səfəviləri heç kim səs vermək yolu ilə gəlib seçməyib ki, hakimiyyət. Hakimiyyət irsən keçirsə, hakimiyyət bir nəslə və ya sülaləyə, bir şəxsə məxsus olursa, biz buna nə deyəcəyik? Monarxiya dövlət deyəcəyik. Aydındır.
Dünyada da hal-hazırda 29-a qədər nə mövcuddur? Monarxiya mövcuddur, dəyərli yoldaşlar. Məsələn, monarxiyaya biz başçılıq eləyənlərin adlarına diqqət eləsək, görərik ki, kral, imperator, daha sonra hersoq, daha sonra əmir və s. biz bunları müşahidə eləyə bilərik. Məsələn, onlardan imperator yadımızda saxlamalıyıq ki, Yaponiyanın hökumət başçısına deyilir. Yaxşı mı? Daha sonra biz bilməliyik ki, Vatikanı idarə edən kimdir? Roma papası. Aha. Knyaz. Knyazın idarə etdiyi 3 dövlət var. Yəni onların hökumət başçısı monarxi knyaz sayılır. Andorra, Liechtenstein, Monaco. Daha sonra hersoq, Lüksemburqu idarə edir. Əmir, Bəhreyni, Qətəri, Küveyti və Birləşmiş Ərəb Əmirliklərini idarə edən əmir adlanır. Sultan, Bruney, Malayziya və Omanı idarə edən monarxlar sultan adlanır. Və yaxud kral. Digərləri isə, məsələn, Səudiyyə Ərəbistan kimi, digərlərində monarxi kral adlanırlar. Onların titulu kraldan ibarətdir, dəyərli yoldaşlar. Deməli, monarxiyada ali hakimiyyət necə keçir? İrsən, atadan oğula. Aydındır? Və yaxud özünün bir xələfi yoxdursa, yəni özündən sonra gələcək bir nəfər yoxdursa, daha yaxın qohumuna, qardaşına, qardaş oğluna və s. nə edə bilir? Keçə bilir. Deməli, yoldaşlar, bəzi monarxiya dövlətləri var ki, yəni monarxın çox da hakimiyyəti atadan oğula keçsə belə, onun səlahiyyətləri əli qolu konstitusiya ilə bağlanır. Məsələn, biz Böyük Britaniyanı götürəndə, Böyük Britaniya özü də hal-hazırda monarxdır. Böyük Britaniyaya başçılığı kim eləyir? Kral və ya kraliça. Düzdürmü? Amma siz bu günə kimi böyük, beynəlxalq əhəmiyyətli, iqtisadi, siyasi, sülh, müharibə məsələlərində nə vaxtsa Böyük Britaniyanın kralının və ya kraliçasının danışdığını görürsünüz? Görməmsiniz ki? Məsələn, Böyük Britaniyanın bir dənə baş naziri var idi, sarısaç. Trump'ın da dostudur. Boris adı Boris idi, səhv eləmirəmsə. Tam adı yadımdan çıxdı. Axır ki, parlament var yenə də həmin monarxiyada. Və konstitusiya monarxın əlini qolunu bağlayıb. Monarx sadəcə müəyyən bəlli məsələləri, dövlət işlərini görə bilər. Bütün hər şeyə monarx qarışa bilmir. Aydındır? Monarx sadəcə orada bir formal xarakteri daşıyır. Məsələn, Böyük Britaniyanı bu günləri deyirik ki, tutalım parlamenti idarə edir, onun da baş naziri var. Buna biz deyirik parlamentar monarxiya. İndi monarxiyanın özünün də növləri var, gələcək. Yaxşı, bəs əgər Böyük Britaniyada hökuməti baş nazir parlament idarə edirsə, dövlətin əsas idarə edici orqanı parlamentdirsə, niyə onda Böyük Britaniya monarxiyadır? Niyə krala ehtiyac var? Buna bir sual veririk özümüzə, düzdürmü? Çünki biz İngiltərə kimi dövlətlərin qədim tarixi kökə məxsus olduğunu bilirik. Tarixdən biz bunu keçəndə bunun şahidi olmuşuq. İngiltərə özünün qədim adət ənənələrini və qədim kökə sahib olduğunu sübut eləmək üçün və onu göstərmək üçün həmin o monarxı formal şəkildə saxlayır orada. Yəni sən sadəcə monarx, kral, sən sadəcə burada dövlətin tarixini təmsil edirsən. Bəs aydındır? Bəli, adət ənənələrini göstərmək üçün dəyərli yoldaşlar. Deməli, belə monarxiyalara, monarx əgər formal xarakter daşıyırsa, yəni onun səlahiyyətləri məhdudiyyətli şəkildədirsə, belə monarxiyalara biz deyəcəyik konstitusiyalı monarxiyalar. Yaxşımı? Konstitusiyalar. Yəni burada qayda qanun nəyə əsasən təyin edilir dövlətdə? Konstitusiyaya əsasən. Aydındır yoldaşlar. Və azlıq təşkil edən monarxiyalar da var ki, bunlarda icra edici, qanun verici, bütün hakimiyyət, bütün idarə etmə orqanları və strukturları hamısı məxsus olur monarxa. Yəni bir növ Bağdadda Kör xəlifə, burada da mən, həminki anlayışdır. Yəni bütün idarə edicilik hamısı məxsus olur kimə? Monarxa. Dövlət, hökumət, digər idarə etmə qurumları, məhkəmə, hamısı kimdən asılıdır? Monarxa.
və monarxın hakimiyyəti mütləq xarakter daşıyır. Aydındır? Bir növ biz tarixdə deyirik, məhdud hakimiyyət var, qeyri-məhdud hakimiyyət var. Artıq bu monarxın hakimiyyəti, səlahiyyətləri qeyri-məhduddursa, buna biz deyəcəyinə mütləq monarxiya, əziz yoldaşlar. Aydındır? Və bu monarxiyalarda dünyada azlıq təşkil eləməkdədir. İndi mütləq monarxiyanın bir dənə də qolu var. Biz ona deyirik teokratik monarxiya. Deməli, indi bax, diqqət eləsəz, monarxiyanı biz böldük neçə yerə? Böldük 2 yerə. Düzdürmü? Var bunlardan deyirik ki, mütləq monarxiya, düzdürmü? Və var konstitusiyalı monarxiya. Düzdür? İndi diqqət eləsək, monarxiya olduğu 2 hissədən ibarət. Mütləq monarxiya, konstitusiyalı monarxiya. Və dedik ki, mütləq monarxiyanın sayı dünyada neçənəndir? 29 dənə mütləq monarxiya dövləti var. Aydındır? Dəyərli yoldaşlar, mütləq monarxiya dedik ki, əgər səlahiyyətlər hamısı, yəni istər məhkəmə olsun, istər idarəçilik, qanunverici orqan, hamısı monarxın əlində cəmlənibsə, onun hakimiyyəti qeyri-məhduddursa, bu oldu mütləq monarxiya. Yəni buna heç nədən məhdud qoyulur. Əgər əli qolu konstitusiya ilə bir növ bağlanıbsa, sadəcə formal və rəmzi bir xarakter daşıyırsa, bu oldu nə? Konstitusiya monarxiya. İndi mütləq monarxiyanın digər bir qolu da var idi, əziz yoldaşlar. Buna da deyirlər teokratik monarxiya. Deməli, teokratik sözü mən sizə xırdalamaq istəyirəm. Teokratiya, Tanrıdan gələn hakimiyyət, ilahi hakimiyyət. Baxın, əgər bir dövlətə, dövlət dedikdə, əgər bir monarxiya din adamları başçılıq edirsə, buna biz deyəcəyik teokratik monarxiya. İndi diqqət eləsəz, yoldaşlar, məsələn deyirəm ki, Səudiyyə Ərəbistan. Fikir verin, Səud nə deməkdir? Səud ailə adında, nəsil adı. Düzdür? Məsələn deyirlər bəzən, Səudiyyə Ərəbistanın kralı Bin Salman. Kral, monarxiyadır. Və burada Səud ailəsi, yəni dövlətə dindarlar başçılıq edir deyə, artıq biz Səudiyyə Ərəbistanı nə deyəcəyik? Teokratik monarxiya. Bayaqları dedik, Vatikanı idarə edən monarx nədir? Kimdir? Roma papası. Pap özü də xristianlıq dininin bir rəsmisidir də, ən böyük nümayəndəsidir. Düzdür? Din adamıdır da. Ona görə də biz Vatikanda nə deyəcəyik? Vatikanda olacağına teokratik monarxiya. Aydındır. Monarxiya hakimiyyətini başa düşürük yoldaşlar. Monarxiya hakimiyyəti ilə bağlı problemimiz olmadığına görə. İndi yoldaşlar, daha sonra biz məsələn orada monarxiya dövlətlərindən nələri bilməliyik? İlk öncə açaq atlasları, zəhmət olmasa, açaq Avrasiyanın siyasi xəritəsini. Avrasiyanın siyasi xəritəsini. Deməli, Avrasiyanın siyasi xəritəsini açandan sonra biz ilk öncə baxacağıq Cənub-Qərbi Asiya regionuna. Bizim regionumuza, Ərəb ölkələrinə. Baxın, orada İordaniyadır, Küveytdir. İordaniya və Küveyt. Diqqət eləsəz, İordaniya və Küveyt konstitusiyalı monarxiyadır. İordaniya və Küveyt. Ruçkaları çıxardım, mən sizə göstərim, qeyd edin. Bax, İordaniya, İraqın yanındakı dövlətdir. İordaniya, qeyd elə. Aha, Kımı yazaq. Kımı. Konstitusiyalı monarxiya. 28 rəqəmi ilə inşallah. Aha, İordaniya və burada da Küveyt. Küveyt, bəli. Konstitusiyalı monarxiya. İordaniya və Küveyt konstitusiyalı monarxiyalar. Yəni burada monarx nədir? Monarx sadəcə məhdud hakimiyyətə malikdir. Bəli, Kımı konstitusiyalı monarxiya. Aha. Deməli, daha sonra digər ərəb ölkələri burada nələr olacaq? Orada Səudiyyə Ərəbistan bir dənə olacaq teokratik monarxiya. Səudiyyə Ərəbistanla T.M yazaq. Teokratik monarxiya. Aha. Qeyd elədik mi? Aç çəkir o. Çəkir. Teokratik monarxiya. Daha sonra mütləq monarxiyaları qeyd edirik dəyərli yoldaşlar. Baxın, orada Omanı görürsünüz Səudiyyə Ərəbistanın cənubunda. Oman mütləq monarxiya qeyd edirsiniz.
Oman, bəli. Daha sonra orada siz Birləşmiş Ərəb Əmirliklərini görürsünüz. Bəli. Mütləq monarxiya qeyd edirsiniz. Birləşmiş Ərəb Əmirlikləri, mütləq monarxiya. Diqqət eləsəz, Birləşmiş Ərəb Əmirlikləri. Baxın, paytaxtı verilib də Əbu Dabi. Bəli. Nə yazılmalı? Mütləq monarxiya. M.mı? Aha, orada Bəhreyn düşməyib, balaca bir ada dövlətdir, bilməlisiniz. Mütləq monarxiyadır. Qətərdən olacaq, mütləq monarxiya olacaq. Cənub-Qərbi Asiyanın monarxiyaları bunlar olur. Daha sonra Cənubi Asiyada Butan. Dəyərli yoldaşlar. Butan konstitusiyalı monarxiya. Diqqət eləsəz, bax. Butan. Konstitusiyalı monarxiya. Hindistan şimalına diqqət edirik. Butan konstitusiyalı monarxiya. Butan konstitusiyalı nə oldu? Monarxiyamız oldu. Cənubi Asiyada bir dənə konstitusiyalı monarxiyamız var idi, o da Butan. Daha sonra gedirik Cənub-Şərqi Asiya regionuna, dəyərli yoldaşlar. Cənub-Şərqi Asiya regionunda Kambocanı biz görəcəyik. Kamboca konstitusiyalı monarxiyadır, əziz yoldaşlar. Kamboca konstitusiyalı monarxiya. Konstitusiyalı monarxiya. Aha. Daha sonra yoldaşlar, Kambocanı da bildikdən sonra, daha sonra Malayziya konstitusiyalı monarxiya, Cənub-Şərqi Asiyada Malayziya konstitusiyalı monarxiya. Aha. Göstərin bir-birinizə, zəhmət olmasa. Görmüşsün, yox. Malayziya konstitusiyalı monarxiya. Bəli. Daha sonra Tayland'ı da qeyd edirsiniz konstitusiyalı monarxiya. Və Tayland'ı da qeyd edirsiniz konstitusiyalı monarxiya, əziz yoldaşlar. Nə olacaq? Tayland'ımızda olacaq konstitusiyalı monarxiya. Daha sonra yoldaşlar, orada Bruney'də mütləq monarxiya qeyd edirsiniz. Bruney'də mütləq monarxiya, bəli. Konstitusiyalı monarxiya qeyd edək. Tayland konstitusiyalı. Burada Bruney var. 37 ilə işarəli. Baxın, paytaxtı Bəndiyəsəri Bərqəvan. O mütləq monarxiyadır, yoldaşlar. Sultan rəhbəri. Yaxşı. Aha, Borneo, Kalimantan adasında. Deməli, daha sonra Yaponiyaya gedirik yoldaşlar. Yaponiyada qeyd edirik konstitusiyalı monarxiya. Yaxşımı? Aha. Konstitusiyalı monarxiya və bilirik ki, Yaponiya kim başçılıq edir? İmperator. Əsas. Deməli, yoldaşlar, bu Asiyada olan nələr oldu? Monarxiya dövlətlər oldu. Daha sonra keçirik Avropaya baxmağa, əziz yoldaşlar. Baxın. Deməli, orada Norveçi qeyd edirsiniz konstitusiyalı monarxiyadır. Aha, konstitusiyalı monarxiya. Daha sonra orada qeyd edirsiniz İsveçi konstitusiyalı monarxiyadır. Konstitusiyalı monarxiya. Daha sonra qeyd edirsiniz Danimarkanı konstitusiyalı monarxiyadır. Danimarka konstitusiyalı monarxiyadır. Şimali Avropada bu üç dənə dövləti də bildik. Düzdürmü? Konstitusiyalı nələr oldu? Konstitusiyalı monarxiyalar oldu. İsmail qeyd elədin sən? Bəli. Aha. Deməli, Şimali Avropanı bildik. İndi Orta Avropaya diqqət eləyəcəyik, yoldaşlar. Böyük Britaniya konstitusiyalı monarxiya. Diqqət edirsiniz, Avropa hamısı necə deyir? Konstitusiyalı monarxiya. Bəli. Konstitusiyalı, hə. Sonra gəlirik qitənin özünə. Belçika, Hollandiya konstitusiyalı monarxiya. Belçika və Niderland konstitusiyalı monarxiya. Belçika və Niderland konstitusiyalı monarxiya. Belçika və Niderland konstitusiyalı monarxiya. İkisi də yan-yana. Yəqin ki, görürsünüz. Daha sonra yoldaşlar, Belçika və Hollandiyanın cənubunda kiçik bir dövlət var. Lüksemburg konstitusiyalı monarxiya. Konstitusiyalı monarxiya.
Lüksemburg konstitusiyalı monarxiya. Orada Liechtenstein cırtdan dövlət. O da konstitusiyalı monarxiya. Deməli yoldaşlar, Orta Avropanı da bildi. İndi Cənubi Avropaya baxırıq. İspaniya konstitusiyalı monarxiya. Aha. Daha sonra orada bilməlisiniz ki, kiçik dövlətlərdən, xırda dövlətlərdən Andorra, Monaco, onlar da konstitusiyalı monarxiyadır. Bir dənə Vatikan nə olacaq? Vatikan teokratik monarxiya olacaq. Roma papasının başçılıq elədi. Bəli, İtaliya ərazisindədir Vatikan. Cırtdan dövlətdir yoldaşlar. Daha sonra keçirik Afrikaya. Bəli. Afrikanın xəritəsini açaq. Aha. Deməli yoldaşlar, daha sonra keçin Afrikaya. Daha sonra yoldaşlar, Afrikada qeyd edirik. Deməli, yazar Mərakeşə konstitusiyalı monarxiya. Mərakeş, konstitusiyalı monarxiya. Qeyd elədik. Konstitusiyalı monarxiya. Aha. Daha sonra gedirik Afrikanın ən cənubuna. Zarın yanında dövlətlər var. Lesotho konstitusiyalı monarxiya, Eswatini konstitusiyalı monarxiya. Deməli 31 və 20 ilə, 21 və 21 ilə işarələnir yoldaşlar. Bəli. Aha, konstitusiyalı monarxiya. Bax diqqət elə. Eswatini, Lesotho. Aşağıda rəqəmlərində qabağına yazın. Konstitusiyalı monarxiya. Lesotho, Eswatini. Bunu tapdım. Aha, burada. Şimdi Lesotho, Eswatini. Deməli, bunlar da oldu Afrika. Bir də Okeaniyada. Okeaniyada Avstraliyanın açı Tonga vardı orada. Tonga. Avstraliyanın açdı hər kəs. Deməli, dəyərli yoldaşlar, orada da Tonga'ya yazırsınız nə? Tonga, bəli, Tonga'da qeyd eləyəcəksiniz. Konstitusiyalı monarxiya. Tonga. Ada dövlətdə yoldaşlar. Aha. Deməli, bunları bildik. Monarxiya ilə bağlı güman edirəm ki, problemimiz yoxdur. Düzdürmü? Əla. İndi yoldaşlar, biz inzibati ərazi quruluşundan danışacağıq. Deməli, inzibati ərazi quruluşuna görə dövlətlər bölünür iki yerə. Unitar və federativ dövlətlər. Hansı dövlətlər? Unitar və federativ dövlətlər. Bəli. İndi unitar dövlətlərdən danışacağıq. Unitar sözü özü latıncadan vahid deməkdir. Bir deməkdir, dəyərli yoldaşlar. Deməli, dövlətdə vahid konstitusiya varsa, vahid idarə edici, vahid qanunverici hakimiyyət varsa, bu necə dövlətdir? Unitar dövlətdir. Bəli. Və dünyada elə əksər dövlətlər nədir? Unitar dövlət. Yəni dövlətlərin çoxunluğu unitardır. Federativ dövlətlər isə latıncadan birlik, ittifaq deməkdir. İndi görək federativ nədir? Deməli, federativ dövlətlərdə də vahid qanunlar və hakimiyyət orqanları fəaliyyət göstərir. Amma onların müəyyən qədər muxtariyyəti var. Məsələn, onlar özləri daxildə özlərinin idarə edici qanunları var. Məsələn, Amerika Birləşmiş Ştatları, Amerikada ştatlar birləşib federasiya əmələ gətiriblər, düzdürmü? Məsələn, ABŞ-da hər hansı bir ştatda, məsələn, müəyyən bir hərəkət, müəyyən bir fəaliyyət, qanun pozuntusu, cinayət olar, keçərsən amma digər ştatda cinayət olmaz. Deməli, hərəsinin özünün daxilində müəyyən qədər müstəqilliyi, muxtariyyəti var. Onlar daxillərində müəyyən işlər görə bilərlər. Lakin onların hökumət başçıları xarici heç bir əlaqə saxlaya bilməz. Xaricdə hamısı asılıdırlar nədən? Hökumət, federasiyanın başçısından. Məsələn, Rusiya Federasiyası. Rusiyanın özünün tərkibində Dağıstan var, Çeçenistan var, Tataristan var, aydındır və s. Kabarda, Balkar, Qaraçay, Çərkəz, Xakasya, Tıva, Saxa, Yakutiya, bunların hamısını keçəcəyik biz Allah'ın izinə. Deməli, bunlar özlərinin daxilində müəyyən bir idarə ediciliyə malikdirlər. Amma xarici bir siyasət olanda hamısı yığışırlar kimin başına?
Hökumət başçısı kimdir? Putin. Aydındır? Bəli. Deməli, yoldaşlar, ona görə də biz dedik ki, həmin ərazi vahidlərinin xüsusi məhkəmə, icarə edici, hakimiyyət orqanları ola bilir. Deməli, xüsusən də federasiyada həmin o ərazi vahidlərinin özünə məxsus bayrağı olur, özünə məxsus nəyi olur? İsmail, yatma. Özünə məxsus gerbi olur, özünə məxsus paytaxtı olur, özünə məxsus vətəndaşlığı olur. Sakit yoldaşlar. Özünə məxsus vətəndaşlığı olur. Özlərinə məxsus atributları ola bilir. Amma dediyimiz kimi suveren şəkildə xarici siyasi münasibətlər, əlaqələr qura bilməzlər. Aydındır, federal hakimiyyətdən asılılar. Yaxşı mı yoldaşlar? Deməli, dünyada biz dedik ki, yoldaşlar, əksər ölkələrin çoxu unitardır, amma federativ dövlətlər də mövcuddur. İndi biz federasiyalarda xəritəmizdə yenə qeyd edirik, federativ dövlətlərə bir dənə böyük F hərfi qoyacaq, başlayırıq Asiyadan. İraqa bir dənə böyük F qoyursunuz. İraqa. Bəli, İraq. İraq Federasiya. Birləşmiş Ərəb Əmirliklərinə bir dənə F qoyursunuz. Baxın, paytaxtı Əbu Dabi. Aha. F qoyuruq. Hindistana bir dənə F qoyuruq. Pakistana bir dənə F qoyuruq. Hindistan sərhədindədir. Yox, İsmail yazıb. Ayşə görmür. Sakit. Deməli, sonra yoldaşlar, Nepal, Hindistanın şimalı. Böyük dövlət, İsmail rəqəmdə yazın. Hindistanla Çinin arasına bax, görəcəksən. Nepal, bəli. Nepala bir dənə F qoyaq dəyərli yoldaşlar. Sonra oradan gəlirik Cənub-Şərqi Asiya. Yenə də Hindistanın sərhədi Myanma. Baxın, qəhvəyi rəngdən verilir Myanma. Myanmaya bəli bir dənə federasiya qoyuruq. Daha sonra gəlirik Malayziyada bir dənə F qoyuruq. Malayziya. İsmail düz baxırsan, Cənub-Şərqi Asiya, biraz cənubaca. Malayziyada bir dənə federasiya qoyuruq. Asiyanın federativ dövlətləri oldu bunlar. Aydındır. Daha sonra gedirik Avropaya, dəyərli yoldaşlar. Deməli, Almaniya bir dənə F qoyaq. Federasiya. Almaniyanın cənublarına baxaq. Avstriya var. Avstriya, F. Daha sonra qayıdırıq Belçikaya. Bəli. Gedirik biraz şimala. Almaniya ilə Fransanın arasına. Bəli. Daha sonra İspaniya bir dənə F qoyaq. Sonra Bosniya-Hersegovina, Balkan yarımadasında yoldaşlar. Federasiya. Rusiyada bir dənə böyük F yazaq. Federasiya. Sonra gedirik Afrikaya. Afrika dövlətlərindən bir dənə xoşunuz gəlir. Efiopiya yoldaşlar. Misirdən uzaq aşağı gəlin, Somalinin yanında. Efiopiya bir dənə F qoyaq. F. Nigeriya. Efiopiyadan çıxaq qərbə tərəf gedək. Efiopiya. Görmə, bu da dövlətlər. Sonra Nigeriya. Niger yox ha, Nigeriya. Nigeriya elə cənubundadır. Asıl, Nigeriya. F qoyduq, bəli. Deməli, Kaptuzaları. Ondan sonra yoldaşlar, Car, Cənubi Afrika Respublikası. Gedirik Afrikanın ən cənubuna. Car, Federasiya. Daha sonra Komor adaları var yoldaşlar. Komor adaları. Diqqət eləsəz, Mozambik ilə Madagaskarın arasındadır. Mozambik boğazının şimalına baxın. Komor adaları. Bəli. Qeyd elədi. Federasiya. Daha sonra orada getdi Sudana. Misirin cənubuna bax. Sudan. Bir dənə federasiya. Sudanın aşağısında var Cənubi Sudan. Federasiya. Ən yeni yaranmış dövlətdir. 2011-ci ildə yaranıb. Bəli, Cənubi Sudan. Və Somali. Somali də Efiopiyanın şərqində dəyərli yoldaşlar. Somali. Bu da Afrikanın federasiyaları. İndi gedirik Amerika qitəsinə. Şimali Amerikadan. Kanadaya bir dənə böyük F.
Şimdi Amerika dövlətlərini yadda saxlamaq asandır. Kanada, ABŞ, Meksika, keçdin Cənubi Amerika. Bu Şimali Amerikanı, Kanada, ABŞ, Meksika. Üçü də federasiya. Ondan sonra gəldin. Venezuela, Braziliya, Argentina da. Bir də orada Cənubi Amerikanın şimalına baxın, adalar var orada. Saint Kitts Nevis yazılmalıdır. Gör nə yazını tapa biləcəksiniz. Saint Kitts Nevis. Saint Kitts Nevis Federasiya. Oralardan da yəni. Yadınızda saxlayın. Sonra bir dənə Avustraliyada böyük F yazın. Avustraliya. Avustraliyada bir dənə böyük F yazın. Deməli, bunlar da oldu nələr? Bunlar da oldu bizim federativ dövlətlərimiz. Daha sonra federasiyanı da biləndən sonra yoldaşlar, konfederasiyanın nə olduğunu bilməliyik. Deməli, konfederasiya federasiyada müəyyən qədər fərqlidir. Burada bir neçə dövlət müəyyən məqsədlər uğruna, məsələn, bu məqsədlər siyasət, rabitə, nəqliyyat, hərbi münaqişələr, hərbi qüvvələrin koordinasiyası və s. uğrunda ola bilər. Birləşmiş Müstəqil Dövlətlərin İttifaqıdır. Dünyada sadəcə bir dənə yeganə konfederasiya var. O da hansı dövlətdir? İsveçrə. Yaxşı mı? Bəli, Avropaya gedirik, İsveçrəyə bir dənə yazırıq. KF. Konfederasiya. İsveçrə. İsveçrə yoldaşlar. Almaniyanın cənubuna, İtaliyanın şimalına baxın. İsveçrə. Gördünüz? Bəli. Hal-hazırda yeganə konfederasiya dövləti hansı dövlətdir? Berimdir paytaxtda. Bəli. Deməli, hal-hazırda yeganə konfederasiya dövlətimiz olacaq İsveçrə. Aha.